Hər kəsə salam. Bu gün sizə dünyanın ən böyük adası olan Qrenlandiya çox az kişi tərəfindən bilinir, amma bir o qədər də maraqlı bir yerdir. Bu gün bu videoda Qrenlandiyanın tarixi, təbiəti, mədəniyyəti və gələcəyi haqqında hər şeydən danışacağıq. Videoya baxmazdan öncə YouTube kanalıma daxil olub, videoyu bəyənib və abunə olmağı unutmayın. Qrenlandiya dünyanın ən böyük adası olmasına baxmayaraq, çox az adam tərəfindən tanınır. Qrenlandiya adı əslində yaşıl torpaq mənası verir. Bəs niyə? Vikinglər bura gəldikdə yaşıl görünən yerlər var idi və insanları bu adaya cəlb etmək üçün bu adı verdilər. Əslində isə Qrenlandiyanın böyük bir hissəsi buzla örtülüdür. Qrenlandiya və İslandiya adalarının qarışmasının səbəbi də məhz budur. Qrenlandiya dünyanın ən böyük adası olmağından başqa ərazisinin 80% buzla örtülüdür. Bu da deməkdir ki, 2 milyon kvadrat kilometrlik ərazinin böyük bir hissəsini buzlaqlar və qütb qidimi təşkil edir. Buzlaqların qalınlığı 3 kilometrə qədər çata bilir. Bəzi yerlərdə isə nəhəng dağlar və fiordlar buzlaqların altında gizlənmişdir. İqlimi olduqca sərtdir. Yay aylarında gecə yarısı günəşi, qışda isə qütb qaranlığını yaşayırsınız. İqlim dəyişikliyi səbəbilə Qrenlandiyadakı buzlaqlar sürətlə əriməkdədir. Bu nəticədə dünyada dəniz səviyyəsinin yüksəlməsi və sahil bölgələrinin təhlükə altında olması gözlənilir. Buzların əriməsi yalnız ekosistem üçün deyil, eyni zamanda iqtisadiyyat üçün də böyük bir təhdid təşkil edir. Bəzi iqtisadiyyatçılar bu ərimənin gələcəkdə dəniz ticarət yolları üçün yeni imkanlar yaradacağını iddia edirlər. Amma eyni zamanda böyük fəlakətlərə səbəb olacağını da bildirirlər. Qrenlandiyada yerli Inuit xalqı yaşayır. Onlar balıqçılıq, ovçuluq və əl işləri ilə dolanışıq təmin edirlər. Qrenlandiyanın mədəniyyəti olduqca zəngin və özünə məxsus bir həyat tərzini əks etdirir. Əhali böyük ölçüdə Danimarkaya bağlı olsa da, Qrenlandiyanın xalqı öz mədəni kimliyini qorumaqdadır. Burada həmçinin olduqca məşhur olan festivallar, buzda balıq ovu və qızaq itləri yarışları da mövcuddur. Qrenlandiyanın gələcəyi bir çox insan üçün bir sual işarəsi yaradır. Buzlaqların əriməsi və təbii ehtiyatların kəşfi Qrenlandiyanı beynəlxalq miqyasda daha da önəmli bir yer halına gətirə bilər. Bununla yanaşı, burada yaşayan insanların gələcəyi və bu dəyişikliklərə necə reaksiya verəcəyi də önəmlidir. Dünya əhalisinin artması ilə Qrenlandiya daha çox diqqət çəkəcək və bir çox iqtisadi, siyasi və ətraf mühit dəyişikliklərlə qarşılaşacaq. Qrenlandiya gələcəkdə böyük sirlərlə dolu bir yer olmağa davam edəcəkdir. Buzlaqlar, təbii ehtiyatlar və yerli mədəniyyətləri ilə həm inanılmaz gözəlliklərə sahib, həm də böyük bir təhdid yaradan bir yerdir. Bu videonu bəyəndinizsə, daha çox belə mövzular üçün kanalımıza abunə olmağı unutmayın və şərhlərdə fikirlərinizi paylaşın. Sağ olun, salamat qalın.